x üstü 4 çıx 5 x'in kubu çıx a x üstü 6 çıxılsın x üstü 4 üstə gəl x kvadratı üstə gəl 2 təbii ki mənfilər təsir edir. Çıx 1. Qüvvətinin 4 olması üçün bizim qüvvətimizin 6 olanlarını nə etməliyik? İslah etməliyik. Deməli 8x üstü 6 çıx a x üstü 6 çıx x üstü 6. Bu ifadə nəyə bərabər olmalıdır? 0'a. X üstü 6'nı çıxarsaq 8 çıx a çıx 1 bərabərdir 0'a. Oldu. 7 çıxılsın a bərabərdir 0, a bərabərdir 7. Doğru cavabımız olar. X kvadrat üstə gəl x çıx 2 bərabərdir 0 olarsa 2x vurulsun x üstə gəl 5 çıxılsın x vurulsun x üstə gəl 9 üstə gəl 11 ifadəsinin qiyməti nəyə bərabərdir? Mütərizəni vurub açsaq əgər 2x kvadrat üstə gəl 10x çıxılsın x kvadrat çıxılsın 9x üstə gəl 11. 2x kvadratdan x kvadratdan çıxsaq əgər x kvadrat 10x'dən 9x'in çıxdıqda x üstə gəl 11. Bizə verilən x kvadrat üstə gəl x çıxılsın 2'nin 0'a bərabər olmasıydı. Buradan x kvadrat üstə gəl x'i tapsaq 2 verir. Getirib yerinə yazsaq 2 üstə gəl 11 13. Doğru cavab B variantı. Bizə müəyyən bir ifadə verilib. Nəyi soruşur? A kvadrat üstə gəl B kvadrat. Təbii ki, vurub açmalıyıq. 2 vurulsun. A-nı B-yə, sonra mənfi 2'yə. AB çıxılsın 4A, çıxılsın 4B, çıxılsın üstə gəl 4, 8 daha doğrusu 2'yə də vuranda. Bərabərdir. A-nı A kvadrat, A-nı baxın hər bir üçünə vurmalıyıq. Üstə gəl AB, çıxılsın 4A, üstə gəl AB, üstə gəl B kvadrat, çıxılsın 4B. Oxşar hədlərimizi islah edə bilərik. 2AB bərabərliyin sol tərəfində də var, sağ tərəfində də, ona görə islah olacaq. Sonra nələr gedər? Mənfi 4A'lar gedər, mənfi 4B'lər gedər. Geriyə A kvadrat, üstə gəl B kvadrat bərabərdir 8 alar.